Ya əlim mədət, ay aləm deyib bir-birinə. Ya əlim mədət dedin, vəssalam. Hə? Bunun tarixçəsi yoxdur. Niyə yoxdur tarixçəsi? Nadi aliyyən mudhirəl acaib, sətəcidhu ləkə ovnən. Sən onu görəcəksən, əlini çağır Peyğəmbər. Nadi aliyyən mudhirəl acaib. Əlini çağır, o əli neyniyir? Möcüzələr icad eləyir. O əlini çağır, təcidhu ovnən ləkə vinnəvaib. Sən onu özünə ən gözəl kömək görəcəksən. Kulli həmmin və qəmmin. Bütün nədə, çətinliklərdə, qəmlərin olanda çətinliyə düşdün, mən sənə bir dənə təbii kömək də göndərmişəm Peyğəmbər. Bunu da çağır, bu gəlsin, neynəsin, burada diyansın. Bu Əli ibn Əbi Talibi neçə müharibədə Peyğəmbər Əkrəm çağırmışdı. Neçə yerdə çağırdı, dedi gedin əlini çağırın. Bu Xeybəri fəth eləyə bilmirsiniz, gedin əlini çağırın. Bu Əbdəvi çıxıb döyüşə adam istəyir, deyir ki, gəlin mənlə, demirsiniz cənnətə gedəcəksiniz. Demirsiniz cənnət var, şəhid olacaqsınız, qiyamət var, əbədiyyət var. Ölmək istəmirsiniz, gedmək istəmirsiniz ora. Əbədiyyətə qovuşmaq istəmirsiniz, indi gəlin. Heç kim çıxmır, Əli gəlir. Hər yerdə nədir? Ühüddə qoyurlar Peyğəmbəri, qaçırlar. Peyğəmbər deyirdi, elə bir biraz çox qaçmışdınız, o qədər də qaçmaq lazım deyil. Quran deyir, canlarının qorxusundan dağlara dırmaşmışdılar. Hə, Nadi ən əliyyən mudhirəl əcaib, bu hədisin, bu tarixi hadisənin mənbəyində ixtilaf eləyərsən, neyniyərsən, filan olar bu hədisin zəif və yaxud güclü olmağın araşdırarsan, filan eləyərsən, bir nəticəyə gələrsən, bir nəzərdə olarsan, mümkündür. Sən bir nəzərdə olasan, deyəsən ki, mənə qane eləmir. Yaxşı? Amma sən bilmirsən, hər sözü hər yerdə demək olmaz. Sən bilmirsən ki, hər sözün deyilmə yeri var, şəraiti var. Sənin boynundan medal asmayacaqları səndən istifadə elədilər. Sənə nə deyirlər bugün? Sənə bugün deyirlər, kəlmə-i şəhadətivi də düzəl, da sən hidayət olmusan. Yəni nə? Kəlmə-i şəhadətivi düzəl, yəni Əliyyən Vəliyullahını çıxart oradan, gəl sən hidayət olmusan. Bunu deyir bu sənə. Ya əlim mədət, ay aləm deyib bir-birinə. Ya əlim mədət dedin, vəssalam. Hə? Bunun tarixçəsi yoxdur. Niyə yoxdur tarixçəsi? Nadi aliyyən mudhirəl acaib, sətəcidhu ləkə ovnən. Sən onu görəcəksən, əlini çağır Peyğəmbər. Nadi aliyyən mudhirəl acaib. Əlini çağır, o əli neyniyir? Möcüzələr icad eləyir. O əlini çağır, təcidhu ovnən ləkə vinnəvaib. Sən onu özünə ən gözəl kömək görəcəksən. Kulli həmmin və qəmmin. Bütün nədə, çətinliklərdə, qəmlərin olanda çətinliyə düşdün, mən sənə bir dənə təbii kömək də göndərmişəm Peyğəmbər. Bunu da çağır, bu gəlsin, neynəsin, burada diyansın. Bu Əli ibn Əbi Talibi neçə müharibədə Peyğəmbər Əkrəm çağırmışdı. Neçə yerdə çağırdı, dedi gedin əlini çağırın. Bu Xeybəri fəth eləyə bilmirsiniz, gedin əlini çağırın. Bu Əbdəvi çıxıb döyüşə